Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb, xatirə şəkil çəkdiriblər. Nazirlikdə davam edən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmməd Rəhimov rabitə və informasiya texnologiyaları sahəsində aparılan islahatlar, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi, müasir telekommunikasiya infrastrukturunun qurulması və sektorda xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə geniş məlumatlar verib. Vurğulanıb ki, Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasında rəqəmsal sahəyə verdiyi prioritet, həmçinin Muxtar Respublikasının rəqəmsal transformasiya proseslərinə göstərdiyi sistemli dəstək Naxçıvanda bu sahənin yeni mərhələyə keçidini təmin edir. Son illər qəbul olunan qərarlar, regional layihələr və müasir infrastrukturun qurulmasına yönəlmiş investisiyalar, rabitə və transformasiya texnologiyalarının strateji əhəmiyyətini bir daha təsdiqləyir. Nazir kollektivin fəaliyyətini yüksək qiymətləndirərək əməkdaşları peşə bayramı münasibəti ilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Digər çıxış edənlər poçt rabitəsi ilə başlanan bu yolun bugün artıq fiberoptik backbone, rəqəmsal xidmətlər, geniş solaqlı internet, bulud infrastrukturu və informasiya təhlükəsizliyi sistemləri ilə davam etdirildiyini, qarşıdakı dövrdə isə daha böyük layihələrin həyata keçiriləcəyini bildiriblər. Peşə bayramı münasibəti ilə bir qrup əməkdaşa rabitə ustası fəxri adı və fəxri fərmanlar təqdim edilib. Tədbirin sonunda rabitə və informasiya texnologiyaları sahəsinin inkişaf tarixini, mühüm mərhələlərini və əldə olunan nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib. Həsən Məmmədov, Arzu Sadiqov, NTV Xəbər.